Meridyandan başqa heç yerdə axtarmıyor. Burada uşaqların əylənməsi üçün də hər şey ən yüksək səviyyədədir. Bakıda bir gözəl səhnə var. O da Meridyanda. Bu üçün belə möhtəşəm və təmtəraqlı zal Bakıda iki yerdədir. Birincisi Meridyandır, ikincisi də Meridyan. Başqa yerlərdə də olur da, amma gərək yaxşıya yaxşı desin. Yaxınında ay dayanır, mavi göydə tək ikiniz, gözəlliklə yarışırsınız, yoxsa belə hər ikiniz. Birdən birə yoxa çıxdın, ay tək qaldı dan ulduzu, nədən o da solğunlaşdı? Mat kaldın dan olduzu, dan olduzu, dan olduzu. Niye tek sen dan olduzu, dan olduzu, dan olduzu. Ne göçeysen dan olduzu, dan olduzu, dan olduzu. Niye tek sen dan olduzu, dan olduzu. Ne göçeysen dan olduzu, dan olduzu, dan olduzu. Niye tek sen dan olduzu? Sevgim kimi uzak gitme, erisin hasretin buzu. Ayda tenha kalıp sensiz, İnsafa gel dan olduzu. Biraz geçer ayda batar, güneş gelir şuh rengiyle. Bir yeni gün başlar bile, öz müqəddəs ahengiyle. Dan olduzu, dan olduzu. Niye tek sen dan olduzu, dan olduzu. Ne göçeysen dan olduzu, dan olduzu, dan olduzu. Niye tek sen dan olduzu, dan olduzu, dan olduzu. Ne göçeysen dan olduzu, dan olduzu, dan olduzu.
sevdan ulduzum, dan ulduzum, dan ulduzum. Niye teksen san ulduzum? Ve en bakımlı kanalda Xeyir Ola programının aparıcısı Azer Akşam. Teşekkürler. Ben bizim değerli musiqiçilərimizə salamlar deyirəm. Başda Pərvin qardaşımız və elmli olmaq şərtiyle. Hər birinizi salamlayıram. Bugün gözəl bir gündür. Bütün tamaşaçılarımızı salamlayırıq. En baxımlı kanalda Xeyir Ola verilişi yenə də sizinlədir. Və bugün bizim çox maraqlı bir mövzumuz olacaq. Artıq yəqin ki siz bu masa üzərindəki mükafatları görürsünüz. Bəli, mövzumuz da elə bax bu mükafatlarla bağlı. Nə vaxt keçirilib, kimlər alıb, bax bu barədə söhbət etmək istəyirik. Və yəqin ki xatırlayırsınız ki, mayın 27-sində biz Xeyir Ola verilişində kitab bayramını qeyd etdik. Elə həmin gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada intellektual olmaq dəbdədir devizi altında kultural loji tədbir keçirildi. Və onu da qeyd etmək istəyirəm ki, deməli ATV-də yayımlanan el içində verilişi ilin ədəbi televiziya verilişi seçildi və bu münasibətlə başda Elçin Əlibəyli olmaqla el içində verilişinin bütün yaradıcı kollektivini səmimi qəlbdən, ürəkdən təbrik edirik və istərdik ki, digər mükafatlardan da danışaq. Bax, buna görə qonaqlarımızı mütləq dəvət etmək lazımdır. Elə isə gəlin qonaqlarımızı qarşılayaq. Bayramlar çox yaraşır bizlərə, bayramda nəğmə yağır üzlərə. Bayramlar çox yaraşır bizlərə, bayramda nəğmə yağır üzlərə. Alışan gözlərə, bax gözlərə, oynamaq çox yaraşır bizlərə. Alışan gözlərə, bax gözlərə, bayramlar çox yaraşır bizlərə. Belə birinci qonağımız yazıcı, kulturolog Aydın Xan Əbilov buyurur studiyamıza. Hoş gəlmişsiniz. Əyləşin rica edirəm. İkinci qonağımız ilin milli mənəvi dəyərlər mövzusunda kitabının müəllifi, yazıcı, publisiz, Ərgünəş Nəşriyyatının direktoru Oktay Əliyev buyurur studiyaya. Hoş gəlmişsiniz Oktay müəllim. Təbrik edirik sizi. Buyurun əyləşin rica edirik. Üçüncü qonağımız ilin qadın yazarı, yazıcı, publisiz, Natavan Dəmirçoğlu buyurur studiyaya. Hoş gəlmişsiniz. Əyləşin. Dördüncü qonağımız ilin poeziya kitabının müəllifi, şairə, publisiz, Simuzər Nüsrət Bəyli. Hoş gəlmişsiniz. Əyləşin rica edirik. Beşinci qonağımız ilin dərs vəsaiti kitabının müəllifi olan filologiya elmləri namizədi Şəmil Sadiq buyurur studiyaya. Və bir müğənnimiz də var bizim. Çox istedadlı, gənc və istedadlı müğənnimiz Rəhman Məmmədov buyurur studiyaya. Əyləşin rica edirəm. Hər birinizi salamlayıram. Hər biriniz xoş gəlmişsiniz və hər kəsə bəllidir ki, ayın 27-sində biz Xeyir Ola verilişində kitab bayramını qeyd etdik və eyni zamanda aldığımız məlumata görə həmin gün Mirzə Fətəli Axundov adına kitabxanada bax belə bir gözəl bir tədbir keçirilib və çox maraqlı adı da var. Mən istəyirəm ilk öncə sualı budan başlayaq ki, intellektual olmaq dəbdədir, yoxsa biz bunun belə olmasını istəyirik? Teşekkür ederim, çok sağ olun. Sözsüz ki, bütün dünyada indi intellektual olma dəbdədir. Yəni, bilirsiniz ki, bəşəriyyətin elə bir mərhələsində yaşayırıq ki, burada artıq var, dövlət, hansısa müharibələrlə insanlar bir-birini təəccübləndirə bilmirlər. Amma kreativ təfəkkür deyirlər, yaradıcı təfəkkür deyirlər, intellektual, bilgili insan olmaqla, peşəkar insan olmaqla başqalarından fərqlənmə imkanı var. Yəni, əvvəllər yadınızdadır, millətlər bir-birindən fərqlənmək istəyirlər, cəmiyyətlər bir-birindən fərqlənmək istəyirlər. Sonraki dövrdə biz görürük ki, imperiyalar
müharibələr vasitəsilə, yarışlar vasitəsilə bir-birindən fərqlənmək istəyirlər. Amma indi artıq dünyanın elə bir vaxtıdır ki, ayrı-ayrı fərdlər seçilmək, özünü tanıtmaq və nəinki yaşadığı bölgədə, şəhərdə, ölkələrdə, hətta dünyada tanınmaq istəyirlər. Məsələn, bu yaxınlarda Avropa musiqi yarışması, dünya çempionatı, futbol gəlir və digər məsələlərə baxanda görürük ki, doğrudan da peşəkar olmaq üçün də əlbəttə ki, intellektual olmaq lazımdır. İntellektual olmaq dəbdədir. Yəni, bu baxımdan bizim kitab bayramının devizi əslində həm də millətimizin devizinə çevrilməlidir. Çox gözəl. Mən istəyirəm digər qonaqlarımız da bu suala versin. Bu dəbdədir yoxsa belə olmağını istəyirik? Yox, əslində belədir ki, insanlığın yaratdığı, sahib olduğu və qorumalı olduğu ən böyük dəyər elə mədəniyyətdir. Əgər insanlığın yaratdığı, sahib olduğu və qorumalı olduğu mədəniyyətdirsə, demək olanları qorumaq lazımdır, olanları dəbə gətirmək lazımdır, olanları inkişaf elətdirmək lazımdır və olmayanları yaratmaq lazımdır. Bu baxımdan... Çox gözəl. Oqtay müəllim... Elə devizi belə ona görə... Ona görə belə seçmişsiniz. Oqtay müəllim, siz necə fikirləşirsiniz? Biz belə qiymətləndiririk ki, bu çox gözəl bir tədbir idi və onun təşkilat komitəsinə böyük minnətdarımızı bildiririk. Və dünyada belə bir həqiqət var. Söz sərkərdədir. Sözün qüdrəti ilə insan gözəlliyə, mənəviyyata, yüksək intellektual səviyyə çatmaq olar. Sözün qüdrəti ilə insan məhəbbət göstərir. Sözün qüdrəti ilə insanları tərbiyə edirlər, onları ruhlandırırlar. Söz sərkərdədir deyirlər. Sərkərdə də öz sözünü, sözün qüdrəti ilə əmrlərini deyir və cəngə çağırır, vətən uğrunda, el uğrunda, torpaq uğrunda mübarizəyə səsləyir. Ona görə mən sözə, elmə, kitaba, biliyə, mənəviyyata qiymət verən bu tədbiri mən alqışlamışam. Çox gözəl. Bəs sizin fikriniz? İntellektual səviyyə ümumiyyətlə insanı hələ mən deyərdim ki, lap uşaqlıq dövründən ona aşılınmalıdır. Yəni, insan özünü necə aparmalı, necə davranmalı, necə danışmalı, hansı səviyyədə elmə yiyələnməli. Bu baxımdan söz ola bilməz ki, intellektual səviyyənin yüksəlməsi üçün ilk növbədə kitablara müraciət etmək lazımdır ki, yəni elə bugün də biz bu məqsədlə bura yığışmışıq və ümumiyyətlə kitabın ən böyük intellektual səviyyəyə yüksəlmək üçün olan rolunu mən deyərdim ki, heç nə verə bilməz. Birinci, ilk növbədə oxumaq lazımdır, kitabları oxumaq, dünya məsələlərini öyrənmək. O ki, qaldı, Azər müəllim, sizin sualınıza biz bunu istəyirik. Ya dəbdədir, əlbəttə biz bunu istəyirik. Dəbdə olub-olmaması bilmirəm nə dərəcədə mümkündür, amma mən deyərdim ki, intellektual səviyyəni istəmək lazımdır. Və bu barədə düşünmək və bu barədə mütləq bununla məşğul olmaq lazım ki, nəsil intellektual səviyyədə olsun. Bəli, tamamilə doğru və Şahin müəllim, sizin fikriniz? Bizim fikrimiz belədir ki, intellektual olmaq dəbdədir. Əgər bu dəbdə deyilsə, bunu dəbə salmaq da mükəmməl bir işdir və bilirsiniz, dəbi həmişə müəyyən təşkilatlar, qurumlar, şəxslər yönləndirir. Bugün Azərbaycanda intellektual olmaq dəbdədir. Çünki gənclərimizin dilə münasibəti, kompüterləşməyə münasibəti, kitaba münasibəti, internetə münasibəti və son 10 ildən bugün, son 2-3 ildə ki, bu kitaba, elmə, biliyə maraq artıb və bu kitab bayramları da artıq bunu göstərmiş olur. Və mən inanıram ki, Aydınxan müəllimcinin də bu rəhbərlik etdiyi təşkilat bu kitab əgər dəbdə deyilsə dəbə salacaq, intellektual olmaq dəbdə deyilsə dəbə salacaq və bu dəbdə də iştirak eləmək mənə elə gəlir hər şey üçün zövq olar. Amma mən bir söz söyləmək istəyirəm ki, ümumiyyətlə bugün bir çox şey dəbdədir. Təbii ki, bir var bizə faydalı olan hər hansı bir şeyin dəbə gəlməsi və yaxud bizə faydası olmayan. Amma deyirlər ki, dəb 20 ildən bir dəyişilir. Bu da var. Qorxmursunuzmu ki, bu dəbdə 20 ildən sonra dəyişsin və yaxud dəyişsə hansı istiqamətə dəyişə bilər? Buyurun. Yox, yəni ki, qorxu olsaydı, ən azı biz bura gəlməzdik. İnanmıram ki, intellektdə dəb haçansa dəyişsin. O formasını dəyişə bilər, texnologiyasını dəyişə bilər. Amma əgər intellektuallıq olmasaydı,
ən azı televiziya olmayacaqdı, ən azı internet olmayacaqdı, ən azı bəşəriyyətin düşüncə səviyyəsinin indiki mərhələsinə biz çata bilməzdik. Sadəcə bizdə çox maraqlı proseslər gedir Azərbaycanın özündə də, dünyanın hər yerində olduğu kimi. Bu proses nədir? Artıq insanlar hiss ediblər ki, hansısa maddi duruma görə, maşına görə, paltara görə yox, beynindəki düşüncəyə görə, intellektə görə fərqlənmək və başqalarından seçilmək imkanı var. Ona görə də indi baxın dünyanın hər yerində, yəni biz internet deyirik, açırıq, görürük, hər bir insanın öz mövqeyi, öz sözü var. Bu sayt formasında, bloklar formasında, əsərlər formasında, şəbəkə ədəbiyyatı formasında və digər formada. Baxın mən inanmıram ki, intellekt zəifləsin və yaxud dəbdən düşsün. Yəni dünyanın hər bir vaxtında qədim Romada baxın, Roma imperiyası və Roma mədəniyyəti, Yunan imperiyası, Yunan mədəniyyəti, Ərəb, İslam mədəniyyəti nəyə görə tanındı, nəyə görə sivilizasiya tarixində qaldı? İntellektinə görə, düzdürmü? Kitablarına görə, yazılarına görə, ədəbiyyatlarına görə. Bu baxımdan intellekt formasını dəyişə bilər, texnoloji baxımdan dəyişə bilər. Amma öz mahiyyətini, fəlsəfəsini heç vaxt dəyişməyəcək. Bir şey əlavə edeyim. Bu dəbi adətən bayaq dedik də, müxtəlif təşkilatlar, qurumlar, televiziyalar, publisistika yaradır. Və eləcə sizin əlinizdə böyük imkanlar var ki, bir vaxtlar müğənni olmaq dəbdə idi, bir vaxtlar müxtəlif siz demişsiniz dəblər var. Elə dəbdə saxlamaq istəyirsə, sizlər də bizə kömək eləyin. Bu intellektual olmaqda dəbdə olsun. Təbii ki, böyük məmnuniyyət. Bu veriliş də elə məncə ona xidmət edir. Bəli. Biz nəinki bugün, biz hər zaman elə bu verilişdə həmişə bu mövzulara toxunmuşuq. Bundan savayı da elə el içində verilişində də Elçin müəllim bu cür məsələlərə çox tez-tez toxunur. Sözünüz varsa buyurun xanım, rica edirəm. Bilirsiniz, Azər müəllim və bizim hörmətli tamaşaçılarımız, əslində intellektdə dəbin dəyişməsi xeyirdəndir. Yəni, başqa sahələrdən fərqli olaraq intellektdə dəbin dəyişməsi elə inkişaf deməkdir. Qorxulu deyil. Qorxulu deyil. Bəli. Yəni, necə? Biz, bax, gəncliyin özündən əvvəlki nəsli bəyənməməsini bir çox yaşlı nəsillər çox böyük kompleksindən qarşı edir. Amma əslində gənc nəslin, yaşlı nəsli bəyənməməsi, bax, o intellektdə olan dəyişmə, mədəniyyətdə olan dəyişmə ilə bağlıdır və çox təbiidir. Bu, həmin o dəbin dəyişməsinə gəlib çıxır. Amma bayaq Aydın müəllim də qeyd elədi, daimi olan, yəni böyük mədəniyyətlər varkən, onlar heç vaxt dəbdən düşmür, klassika kimi. Yəni mədəniyyət klassika kimi həmişə dəbdədir. Bəli, tamamilə doğrudur. Mən sizlə razıyam. Və biz bilirik ki, 27-sində Kitab Bayramı keçirildi. Və istəyirəm ki, bax, bu bayram barədə söhbət edək. Sizin fikrinizcə Kitab Bayramı doğrudan mı istədiyiniz səviyyədə keçirildi? Bax, Azər bəy, əgər 10 il ərzində biz hər il bu kulturoloji layihəni həyata keçiririksə, deməli buna böyük ehtiyac var. Və mən sizə onu da deyim ki, bu Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq biz əsas təşkilatçı idik, amma Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Axund adına Milli Kitabxana bizə texniki dəstək verirdi. Əsas bizim partnyorumuz isə Gənclər və İdman Nazirliyi idi. Yeri gəlmişkən fürsətdən istifadə edib biz yazarlar və intellektuallar adından bütün bu sadaladığımız qurumlara təşəkkürümüzü bildiririk. Eyni zamanda kütləvi informasiya vasitələrinə və ədəbiyyatı, intellekti, kitabı həmişə dəbdən düşməyə qoymayan telekanallara və onların içində mən sizə deyim ki, siz bayağı da qeyd elədiniz, el içində verilişi olmaqla ATV son vaxtda çox böyük fəallıq göstərir və bu məni doğrudan da sevindirir. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, ciddi intellektual sahələrə verdiyi fikrə görə əslində biz el içində verilişinin simasında Azad Azərbaycan telekanalını dəyərləndirmişdi və onun milli kulturoloji mükafata layiq görülmüşdü o kitab bayramımıza. Amma onu deyim ki, son 10 ildə əgər kitab bayramı keçirilirsə, bu ictimai sifarişdir, bu cəmiyyətin sifarişidir. Və siz fikir verin, yalnız bizim təşkilat keçirmədi bu illər. Bu illər Mədəniyyət Nazirliyinin xətti ilə çox böyük bölgələrin özündə belə ənənəvi kitab bayramları təşkil olundu. Bu illəri demək olar ki, cəmiyyətin və televiziyanın, kütləvi informasiya vasitələrinin, internetin xüsusən də çox böyük diqqət mərkəzində idi ki, Azərbaycan kitabı, Azərbaycan intellekti, Azərbaycan mədəniyyətinin müasir səviyyəsi, onun inkişaf mərhələləri necə olmalıdır, ümumiyyətlə istiqaməti necə olmalıdır. Və biz əgər 10-cu dəfə kitab bayramını keçirəndə bu ilki kitab bayramının mahiyyəti, fəlsəfəsi də tamam dəyişilmişdi. İndiyə qədər biz cəmiyyətə mesaj verirdik ki, kitab oxumaq dəbdədir, kitab dəbdədir, yeni kitablar dəbdədir, Azərbaycan ədəbiyyatı dəbdədir. Bu illər məhz intellektual olmaq dəbdədir mesajını verdik. Bu
Bu çox ciddi bir mesaj idi. Nə üçün deyirəm bunu? Bilirsiniz ki, Azərbaycanın müxtəlif sahələrdə çox böyük inkişaf perspektivləri var və bunların bir çoxunu biz görürük. Ən azı yadınıza salın, bu yaxınlarda Kürün daşması nəticəsində Azərbaycan heç bir xarici dövlətdən kömək istəmədən o problemi özü həll elədi. Böyük dövlətlər var ki, bunun üstündə baş sındırırlar, problemləri həll eləyə bilmirlər. Amma Azərbaycan bir daha göstərdi ki, çox güclü bir dövlətə çevrilib. Cəmiyyətimiz oturuşmuş bir dövlətə çevrilir. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi biz artıq keçid mərhələsini keçmiş bir dövləti. Üstəlik də Azərbaycanda insan resursları və intellektual kapital önəmlidir. Siz bilirsiniz ki, dövlət başçısı tərəfindən bu artıq cəmiyyətə bir mesaj, bir ideoloji silah kimi göndərilib ki, biz artıq neftimiz var, iqtisadi inkişafımız var, sosial problemləri həll eləmişik, bu və digər problemlərimizi həll eləməkdəyik. Amma əsas bizim kapitalımız intellektual kapitaldır, insan resurslarıdır və bunun inkişafına biz çalışmalıyıq. Və bu baxımdan da bizim kitab bayramımız bir daha sübut elədi ki, Azərbaycanda əslində dövlət başçısı tərəfindən qoyulmuş bu prinsip həyata keçirilir, uğurlu həyata keçirilir və bu mənada həm nəşriyyatlarımız, həm müəlliflərimiz, həm yaradıcı qurumlarımız, xüsusən də yazıçılarımız və şairlərimiz, onların bir qismini siz burada görürsünüz, tamaşaçılar görür. Bunlar əlindən gələni edirlər ki, müasir dövrdə dünyanın sivil inkişaf etmiş millətləri, yəni qloballaşma dövründə bilirsiniz ki, bir yarışma gedir, intellektual yarışma gedir. Bu müasir dövrdə bizim Azərbaycan mədəniyyəti, ədəbiyyatı, kitab sahəsi geridə qalmasın. Heç olmasa dünya standartlarına da çata bilməsə, beynəlxalq standartlara yaxın bir vəziyyətə gəlsin. Mən yadınıza salmaq istəyirəm, dəfələrlə sizin telekanalda da bu səslənib. Cənab Prezidentin Latin qrafikalı kitabların kütləvi nəşri ilə bağlı müxtəlif fərmanları oldu. 25.000 tirajda kitablar nəşr olundu. Amma ən önəmlisi o idi ki, son fərman Dünya Ədəbiyyatı, 150 cildi Dünya Ədəbiyyatı kitabxanasının nəşri idi. Bu artıq nəyə göstərir? Artıq Azərbaycan oxucusu, Azərbaycan insanı klassik ədəbiyyatı, müasir ədəbiyyatı olan tələbatını ödəyə bildi. Dövlət bunu pulsuz parasız çap elədi və bunu bütün kitabxanalara yaydı, bütün məktəb kitabxanalarına, ali məktəb kitabxanalarına. Amma indi artıq dünya ədəbiyyatına biz keçmişik. Artıq daha yeni bir mərhələyə keçmişik. Və bizim kitab bayramında nəşr olunan, qalib gələn kitablar, ədəbiyyat, mədəniyyət hadisələri bir daha sübut elədi ki, doğrudan da Azərbaycan kitab sahəsi get-gedə uğur qazanmaqdadır. Mən sizə deyim, keçərki 9-cu kitab bayramında bizdə bir 30-a yaxın kitab və mədəniyyət, ədəbiyyat hadisəsi qalib gəlmişdir. Biz bunların bir çoxlarını müxtəlif beynəlxalq kitab yarışmalarına, sərgilərinə göndərdik və sevindirici haldır ki, ucağa getmirəm, bizim MDB ölkələrinin kitab yarışmasında 3 kitabımız öz nominasiyasında birinci yeri tutdu. Və onun ikisi həm Azərbaycan, həm Rusya yazılmış, çap olunmuş uşaq ədəbiyyatı, uşaq kitabı idi. Yəni, hər şey sıfırdan başlamaq lazımdır və Simizər xanım da düzgün buyurdu ki, əlifbası məktəbdən başlayır. Burada hədəf kurslarının rəhbəri oturur, eyni zamanda ədəbiyyat və Azərbaycan dili kitablarının, abituriyentlərin ünvanlanmış kitablarının müəllifi oturur. Bu fikrimi təsdiqləyər ki, əslində bütün dünyada olduğu kimi cəmiyyətin ən faal oxuyan üzvləri gənclərdir və yeni nəsildir. Və bizim bütövlükdə gördüyümüz işlər onlara ünvanlanıb. Yəni siz indi, yəni ki, başqa qaliblər danışacaqlar bu barədə. Danışacağıq. Yəni verilişimiz hələ var, vaxtımız var daha doğrusu. Biz danışacağıq. Mən istəyirəm ki, Oktay müəllimlə əbədiyyətə qovuşan Koroğlu bədii publisistik əsəri haqqında məlumat alam və stolun üzərində də bəli o kitab var. Mən istəyirəm onu oxucularımıza da, tamaşaçılarımıza da göstərək. Bu kitab barədə istəyirəm məlumat verəsiniz. Əbədiyyətə qovuşan Koroğlu kitabı xalqımızın milli qəhrəmanlarından biri. Koroğlu Rəhimovun həyat və fəaliyyətinə həsr olunubdur. Zaman-zaman Oğuz Türkeliləri yağların baskılarına, təhdidlərə həmişə məruz qalıb. Bu cənglərdə, bu döyüşlərdə vətənin igid oğulları, cəsur oğulları həmişə ayağa qalxıblar, torpaqları, ana vətəni müdafiə ediblər. Qarabağ hadisələrində Koroğlu Rəhimovun və onun kimi minlərlə qəhrəmanlarımızın izi durur. Və demək olar ki, mən çox fəxr edirəm, qürur duyuram ki, vətənpərvərlik mövzusu mənim yazılarımda ən ömdə və ən müqəddəs bir mövzudur. Koroğlu Rəhimov haqqında demək istəyirəm ki, Koroğlu sadə bir ailədə, müəllim ailəsində, ziyalı ailəsində böyüyüb başa çatıb. Zəngibasarda, Qərbi Azərbaycan adlandırdığımız Zəngibasarda böyüyübdür. Və onun böyüdüyü, başa çatdığı yerdə həmişə ermənilərin, düşmənlərin
təhdidləri olubdur, ailələrə basqınlar olubdur və bu o ruhda böyüyübdür ki, vətəni, eli, torpağı qorumaq üçün bu oğullara ehtiyac var. Sonralar Koroğlu sözsüz ki, oradan köçdən sonra gəliblər, ailələri gəliblər və onlar o instituta daxil olmaq istəyib, ali təhsil almaq istəyib, ailə ənənəsini davam elətdirmək istəyib. Lakin burada Qarabağ hadisələri, xüsusilə Xocalı soyqırımı hadisələri, erməni faşistlərinin törətdiyi Xocalı soyqırımı hadisələri onun tamamilə istiqamətini dəyişib və könüllü olaraq o cəbhəyə yola düşübdür. Demək istəyirəm ki, Koroğlu döyüşlərdən qabaq Sovet qoşunlarının Almaniyada olan qoşunlarının tərkibində xidmət eləyib və burada aldığı sözsüz ki, hərbi biliklər bu döyüşlərdə onun karına gəlib. Komandir kimi, bölük komandiri kimi çox cəsur bir dəstə təşkil eləyib təlimlərdə. Başkənd, Goranboy, böyük döyüşlər bilirsiniz ki, gedibdir. Onların azadlığı uğrunda bayraqları birinci Başkəndə qələbə bayrağını sancan Koroğlu'nun dəstəsi olubdur. Və Koroğlu'nun bu cür döyüş aparan dəstəsinin sözsüz ki, düşmən kəşfiyyatı, düşmənin komandirləri onu həmişə izləyiblər və bu döyüş bəzən deyirlər ki, tədqiqat zamanı mən Koroğlu'nu əvvəllər sözün düzü deyim ki, mən tanımamışam və onun abidəsi önündən keçəndə həmişə maraqlanmışam və onun haqqında, milli qəhrəmanlarımız haqqında sözsüz ki, marağımız böyük olub. Və Koroğlu'nun bu dəstəsini hətta ermənilər deyib ki, Türkiyədə, başqa ölkələrdə güclü təlim görmüş xüsusi dəstə olubdur bu. Amma əslində sadə insanlardan, Azərbaycanlılardan, amma vətəni, torpağı, xalqı, doğma anasını qorumaq eşqi ilə döyünən ürəyi olan oğullardan ibarət bir döyüş dəstəsi olubdur. Koroğlu'nun son döyüşü Ağdərə uğrunda mübarizədə olub. Amma onun arzusu Şuşaya qələbə bayrağını taxmaq olmaq istəyirdi ki, ilk qələbə bayrağını Şuşada o dalğalandırsın. Ağdərə uğrunda döyüşlərdə bunun mövqeylərinə, bölüyün tutduğu mövqeylərə tank dəstələri hücum eləyib. Və döyüşlərin qızğın çağında tankların cinahlardan keçdiyini görən Koroğlu son anda əlində qumbara bağlamaları özünü tankın üstünə atıb. Və bu düşmən hücumunu dəf eləmişdi. Və bu bölüyün sözsüz ki, raportlarında düşmən tanklarının məhv olunması haqqında çox xəbərlər var, çox məlumatlar var. Bizim ulu öndərimiz, Türk dünyasının böyük xarifeyi Heydər Əliyev, Koroğlu'nun bu döyüşlərdə göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirdi və onu Azərbaycanın milli qəhrəmanı adına layiq gördü. Mən demək istəyirəm ki, üzr istəyirəm, Koroğlu'nun ailəsi Koroğlu'nun həyatından sonra o da bir qəhrəmanlıq mövzusudur. Azərbaycan xalqının ailələrinin bir nümunəsidir. Onun həyat yoldaşı Aybəniz xanım 3 körpə balasını böyütdü. Bir qadın ömrünün kişi həyatı başlandı. Sözsüz ki, bu çətinliklərə dözən xanım nə qədər əziyyətlərlə böyütdü. İndi onların böyük oğlu elmi işlə məşğuldur, dövlət orqanı işləyir. O biri oğlu, o da dövlət orqanında işləyir, ali təhsilli mütəxəssisdir. Kiçik, o vaxtda bir fidan şəkili var orada. Ülviyə xanım indi mütəxəssisdir, o da xalq təsərrüfatını bitirib. Yəni bizim qəhrəman oğullarla, döyüş qəhrəmanlığı göstərən oğullarla bərabər bizim qəhrəman Aybəniz xanım kimi analarımız var. Və belə ailələr minlərlədir, yüzlərlədir. Bizim Koroğlu Rəhimovun adına mərkəzi küçələrin biri adlanıb. Bilərsiniz, Gənclik meydanından keçir və orada onun qranit abidəsi var. Ora çox müqəddəs məkandır. Mən çox təşəkkür edirəm təhsil işçilərinə, təhsil sahəsinin insanlarına ki, heç oranı boş qoymurlar. Həmişə gəncləri, tələbələri, şagirdləri ora aparırlar, orada tədbirlər keçirirlər. Ora çox